Bugün Crescent Mall'da elə bir festival var idi ki, sanki hər güşəsində ayrı bir dünya qurulmuşdu. Ortalıq əməlli başlı kino səhnəsini xatırladırdı. Gəzə-gəzə bir də baxırsan ki, Charlie Chaplin səni salamlayır. Biraz da qabağa gedirsən, dəmir adam selfie çəkdirir. Festivalın bir başında janglyorlar havada top fırladır, o biri başında isə fokusniklər elə alladıcı hərəkətlər edir ki, böyüklər belə uşaqlardan daha çox təəccüblənir. Əyləncədən savayı burada ləzzətli stendlər də var. Mochikini nə qədər sevdiyimi bilirsiniz. Özü də o qədər yeni dadlar əlavə edilib ki, hər kəsin zövqünə orada mochiki var. Mənim favorim bubble gumlıdır. Bəxtimizdən Fontan Show da başladı, ona da baxdıq. Həqiqətən bugün çox əyləndik. Sonra sevdiyim Love City stendinə yaxınlaşdım. Festivalın öz şousu bir yana, buranın da özünə məxsus şoular olur. Uşaqlar ilə hətta master-klass belə keçirirlər. Bura yolunuz düşsə, mütləq rol dondurmanın dadına baxın, sanki dondurmadan çox yoğurt dadındadır. Onu da qeyd edim ki, bu festival iyun ayının 15-nədək davam edəcək. Getməyə tələsin, çünki bu festivalı qaçırtmaq olmaz.